Amin turşu və yağ məsələlərindən 4 sualın cəmsi video izahda göstərilmədiyinə görə onların izahını çəkəcəm PDF-dən. 42, 44, 49, 50-ci nömrəli suallarımızın. Deməli, 42 nömrəli sualda baxaq. Bizə deyir ki, tripeptidin mol miqdarı 2 olarsa, tam hidrolizdən tələb olunan suyun mol miqdarı 2 mol tripeptiddirsə, 1 mol tripeptidə 2 mol su lazımdır. Əgər 2 mol tripeptiddirsə, onda 2 vur 2, yəni 4 mol su lazımdır. A olur 4. A 4-dürsə, onda bu 6 olmalıdır. A-nın yəni qiymətinin yerinə yazanda 4 üstə gəlir ki, eləyir 6. 6 mol tripeptiddirsə, tam hidrolizdən tələb olunan su, deməli, tripeptidin zaten 1 moluna 2 moldur da. Əgər 6 moldursa 6 vur 2, yəni 12 olacaq. B-nin qiyməti 12-dirsə, 12 molada onda 2 dəfə daha çox, yəni 24. İndi gətirib qiymətlərin yerinə yazırıq. B üstə gəl C bölünsün A. 36-nı da 4-ə böləndə düşür 9. Uyğun cavab A variantı. 44-cü suala baxaq. Eyni amin turşudan tetrapeptid əmələ gələn zaman ayrılan suyun kütləsi amin turşunun reaksiya daxil olan kütləsinin 18%-nə bərabərdir. Tetrapeptiddə həmişə 4 amin turşu çıxılsın 3 mol su şəklində yazırıq. Yəni 1 mol tetrapeptiddən indi nə qədərdirsə də kütləsi, buradan ayrılan su 3 moldur. Yəni 1 molundan 54 qram su ayrılmış olur və x molundan da tutaq ki 54 x qram su ayrılacaq və bizə deyir ki, ayrılan suyun kütləsi, yəni 54 x amin turşunun reaksiya daxil olan kütləsinin əgər x moldursa, bu da 4x qədər amin turşudur və 4x qədər amin turşunun kütləsinin deyir 18%-dir. Onda belə yazaq. Bu hissələri pozum. 4x qədər amin turşum əgər 100%-dirsə, onda 54x qram suyum da 18%-dir. Və buradan ixtisar aparıram 1, 3. X-lər də buradan ixtisar gedir. 4 amin turşu bərabərdir. 3'ü 100'ə vuranda 300. Amin turşunun kütləsi bərabərdir 75. Və bizə nə deyir? Tetrapeptidin nisbi molekul kütləsini hesabla. Əgər 75-dirsə, onda 75'i vuraq 4'ə. Elə bu zaten 300'dür də. Gətirib burada yerinə qoy. 300 çıxılsın 54. 300'dən də 54'ün çıxanda 246. Uyğun cavab A variantı. Növbəti 45-ci sualımızın izahına baxaq. Deməli, yağın tərkibində gliserin və 0,25 mol gliserin, 225 qram da duz var. Ümumiyyətlə, sıxım kimi yazsaq, yağ üstə gəl natrium hidroksidlə də 3 mol natrium hidroksid. Buradan alınır gliserin və 3 mol da duz. Yəni, reaksiya bu istiqamətdir. Yağın tərkibinə eyni karbon turşusunun qalıqları daxildirsə, turşunun maliyyə kütləsini hesablayın. Əgər 0,25 mol gliserin alınmışsa, deməli qiymətlər 4 dəfə yendirilib. Onda bunların hamısını 4'ə vururam. 1 mol gliserinin kütləsi, kütlə olaraq buradan yazım, 92 qram. 225-dirsə, onda bunu da 4'ə vururam. 225'i 4'ə vuranda bu da 900 qram. Yəni 3 mol duzumuzun kütləsi 900 qrama bərabərdir. Bu 120'dir. Bu da yağa dənəm bir M yazaq. Və bu şəkildə hesablayanda bizdən zaten turşunu istəyir. 3 molu əgər 900 qramdırsa, bunun 1 molu 300 qram eləyir duzun tərkibində. Onda görək hansını da tam rəqəm ala bilirik. CnH2 plus 1 COO natrium şəklində yazıram. Əsas bu radikal hissəni düzgün tapmaqda doymuşdur, yoxsa doymamışdır. Çünki eyni karbon turşusu qalıqlardır, amma nədən ibarətdir tam olaraqdan bilmirik. Ona görə yağ turşularının hamısını demək olar ki, yoxlamağa məcburuq. Yəni palmitin, alin, stearin, linol, linolen hamısını yoxlayamalıyıq. Deməli, indi görə hansında tam rəqəm alınır? N-in qiyməti.
Deməli bu tərəfi CO natriumdursa, bu 44 üstə gəl 23 eləyir 67 qram. Plus da 1 olanda 68. Yəni 14 plus 68. Bunu bərabər eləsək 300-ə. Görə buradan normal bir rəqəm çıxırmı? 300-dən 68-i çıxıb 14-ə böləndə tam rəqəm alınmır. Deməli ki, onda 2 dənə hidrogen daha ayırırıq. Minus 1 şəklində yazıram. Əgər minus 1-dirsə, onda bura 66 olacaq. Deməli 300-dən 66-nı çıxanda 234. Bunu da 14-ə böləndə yenə 16-dan neçə alınır? Yenə 2 hidrogen daha ayırıram. Minus 3 şəklində yazıram. Onda 64. 67-dən 3-ün çıxanda 64. 300-dən 64-ün çıxanda 236. Bunu da 14-ə böləndə yenə 16-dan neçəsə alınır. Onda minus 5 şəklində yazaq. Daha 2 hidrogen də çıxaq. Deməli 67-dən 5-in çıxanda 62, 300-dən də 62-sin çıxsam 14-ə bölsəm n bərabər olur 17-yə. Deməli maksimum şəkildə azaltmış olduq və alınan turşumuz oldu C17, H29, COO, turşunu yazaq da COOH. Deməli turşumuz budur, linolen turşusu və ümumi olaraq nisbi maliyyə kütləsini hesablasaq 17-ni vururuq 12-yə, bu edir 204. COOH hissəsi 45 qram və 29 da hidrogen 278 eləyir nisbi molekul kütləsi. Deməli 49-cu sualda yağın kütləsini M verib, natrium hidroksid tam hidrozinə əmələ gələn gliserin isə 46 qramdır. Ümumən yenə sxem eynidir. Yağ üstə gəl 3 mol natrium hidroksid tam hidrolizdə və alınır gliserin 3 molda duz. İndi bizdən əmələ gələn duzun kütləsini istəyir. Duzun molekul kütləsini yox, ümumilikdə duzun kütləsini. İndi əgər gliserin 46 qram əmələ gəlibsə, deməli yarı qədərdir də hamısı. Onda natrium hidroksidə 120 yox, yəni 3 vurulsun 41 moluna uyğunda 92 qram gliserin olanda. 46 qram gliserə 60 qram uyğun gəlir. Yağı da zaten kütləsini M olaraq verib. Onda maddə kütləsinin saxlanması qanununa görə M plus 60 bərabər olur. 46 üstə gəl 3 dənə duzda, yəni indi alınan duzun kütləsi 1,5 mol eləyəcək. Yəni fərqi yoxdur. Ümumilikdə duzun kütləsi. Onda yazıram ki, M üstə gəl 60 çıxılsın 46 keçidirəm o tərəfə. Bərabərdir duzun kütləsinə və buradan da duzun kütləsi bərabər olur M üstə gəl 14. Yəni C variantı.